Əslində bu haqda biz çox danışmışıq, amma yenə də gəlib gözümüzə girir də açıq-aşkar. Kim girir bizim gözümüzə? Sizdə kim girə bilər? Eldar Əzizov. Eldar Əzizovun yenə də tender maxinasiyası. Yenə də gəlir bax bizim gözümüzə açıq-aydın girir. Nədən söhbət gedir? Eldar Əzizovun 7 milyonluq tender anlaşmasından gedir. Və görürsünüz, yəni təkcə xanlar Vəliyev deyil. Vəliyevlərə bənzər, Vəliyevlər kimi nə qədər ailələr var bu ölkədə. Hansı ki Eldar Əzizov heç Bakı şəhərinin rəsmi statistikaya əsasən əhalisinin sayını belə bilmir. Amma Bakı meridir. Bakı şəhərinin meridir. Amma bu şəxsin heç Bakıdan belə xəbəri yoxdur, dəyərli dostlar. Bakıdan xəbəri olmayan Bakının meridir. Hüquqdan xəbəri olmayan, vicdandan anlayışı olmayan hakimdir, prokurordur, polisdir. Yəni kimlər ki oturduqları o kürsüyə layiq deyirlər əslində. Amma gedib o kürsüdə çox rahatlıqla otura bilirlər. Niyə? Çünki bura Azərbaycandır. Burada hər şey pulla alınıb satılır. Hər şey. Əllə xüsusda haqq, ədalət. Bir ölkədəki haqq, ədalət əgər pulla satılırsa, demək orada insan alvericidir. İnsanlar alınıb satılır. Və elə insanlar var ki, həqiqətən də baxırsan ki, gözəl bir yolu var, haqq yolu var, ədalət yolu var, ədalətin carçısıdır, müsbət təmayüllərin carçısıdır, amma nəticə etibarilə bir gün o da satılır, məcbur qalır. Ehtiyaclarını hər şeydən üstün tutur və yaxud da ki, nəfsinə qalib gələ bilmir, nəfsinə. O qədər belə şeylərin nümunəsini biz görmüşük ki, mən də nəfsimə məhkum ola bilərdim. Mən keçən əvvəl burada elə belə demədim. Mən də mənə təklif olunmuş hərbi prokurorluqdakı vəzifəni qəbul eləmiş olsaydım, mən də bu cinayətlərin ortağına çevrilmiş olardım. Amma indi hardayam? İndi Hürriyyət TV-dəyəm. Adi, sadə, sıradan bir vətəndaşam, azad, müstəqil hüquq müdafiəçisiyəm. Nə villam var, nə offşorlarda saxlanılan pullarım var, nə Bakının mərkəzində, göbəyində atmosferin bütün demək olar ki, ilk qatlarını aşıb keçən malikanələrim var, biznes mərkəzlərim var, heç nəyim yoxdur. Şərəfimdən, ləyaqətimdən, bir canımdan başqa, əynimdəki paltarlardan başqa heç nəyim yoxdur mənim. Qəlbim zəngindir. Bu mənim özümə olan bir təsəllim deyil ha. Mən yəni belə şeylərdən mən təsəlli tapmıram. Nə əldə eləmişəmsə öz gücüm hesabına əldə eləmişəm, amma doğru yolla əldə eləmişəm. Vəliyevlər kimi əldə eləməmişəm. Onlara bənzəməyə çalışmamışam da. Heç vaxt da zaten bənzəmərəm. Amma inanın ki, bu gün Vəliyevlərin həyat tərzini yaşamaq istəyən Azərbaycanda çox saylı insanlar var, çox saylı fərdlər var. Onun bu əməllərinə belə yaxşı eləyiblər, əcəb eləyiblər, düzgün eləyib deyənlər də var. Mən bunu sizə tam məsuliyyətlə və əminliyimlə deyirəm, dəyərli dostlar. Var, belələri var Azərbaycanda. Düşmən bizim öz içimizdə, düşmən kənarda, orada, burada deyil. Ona görə də Azərbaycanda, içimizdə, daxilimizdə gedən bu soyuq müharibə hər şeydən, o cəhbədə gedən müharibənin özündən belə çox-çox təhlükəlidir. Dediyim kimi, baxmayaraq ki, Azərbaycanda, Bakıda, Ərəbsuda, paytaxtda, ayrı-ayrı regionlarda ictimai-siyasi sabitlikdir, sakitçilikdir. Amma bu hər şey demək deyil. Daxilimizdən, içimizdən qanımızı sovururlar. Hər yerdə, regionlarda, Bakı daxil olmaqla Azərbaycan insanının, Azərbaycan vətəndaşının dövlət qurumlarında haqqı, hüququ qorunmursa, məhkəmədə haqq ədalət pulla alınıb satılırsa və haqlarında danışdığımız məmurlar hər gün biraz daha varlanırsa, nümayişkarənə şəkildə cəmiyyətə belə bir açıq mesaj ötürürlərsə ki, biz cəzasız qalmışıq və cəzasız qaldığımıza görə də bunları edirik və bundan sonra da edəcəyik. Bu, Azərbaycanda hər bir Azərbaycan insanı, Azərbaycan xalqına qarşı çevrilmiş soyuq müharibənin uzun illərdir davam edən, bugünə gəlib çatan və bugündən sonra da davam edəcəyi gözlənilən acı bir təzahürüdür. Acı bir təzahürüdür və biz bu acılığı sülhlə, sabitliklə, sivil qayda ilə, qanuni müstəvidə edəcəyimiz etirazla, susmamaqla aradan qaldıra bilərik. Amma mən bu xalqdan hər hansısa bir dirçəliş gözləmirəm, yenilik gözləmirəm, fərqlilik gözləmirəm. Belə gəlib, belə də gedəcək, amma bir gün hər şey dəyişəcək. Mən buna da əminəm. Bir gün hər şey doğrudan da dəyişəcək. Bir gün bütün daşlar öz yerinə onsuz da oturacaq. Bu gün oturmasa da belə. Bu gün xalq susur, amma tarix susmayacaq. Tarix heç yəni yaddaşından silməyəcək. Nə qədər ki Azərbaycanda az saylı vicdanlı insanlar var, tərtər işi kimi ayrı-ayrı ictimai əhəmiyyət kəsb edən bütün
bu xalqın milli mənafe ilə, milli maraqlarla bağlı olan hər şey bizim vicdanımızdan qopmayacaq, yaddaşlarımızdan silinməyəcək, dəyərli dostlar. Baxın, Eldar Əzizov rahatlıqla yenə də tender keçirib, yenə də 7 milyon manatı kimlərəsə bəxş eləyib, açıq aydın bəxş eləyib, heç vecinə də deyir. Kimdir onu araşdıran? Bir dənə Bakı şəhəri əsaslı tikinti və təmir MMC adlı bir şirkət var. 3 tender elan eləyib. Yenə də tenderin axmaq adları var. Nə adlardır bu? Dövlət Mənzil Fonduna daxil olan binaların təmiri ilə bağlı smeta layihəsinin hazırlanması. Layihə smeta sənədlərinin hazırlanması. Müqavilənin dəyəri 980 min manatdır. Təkcə, dəyərli dostlar, layihə smeta sənədlərinin hazırlanmasına bağlı 980 min manat pul ayrılır. Hansı ki, mən dəfələrlə elə gəlirəm burada, danışıram, çıxış edirəm. Bu Dövlət Mənzil Fonduna aid olan binaların təmiri ilə bağlı. Nə qədər bu Mənzil Fondunda bina var ki, siz bunları təmir edib tutara bilmirsiniz? İnanın, hamısı yalan da. Heç bir binanın təmirindən söhbət getmir. Hansı mənzildir, hansı mənzil fondudur o? Ada o təmir işləri həyata. Arkadaş, adam nə qədər eyni başlığı altında hər il eyni tender işi. Yəni bu qurtarmayacaq bu. Yoxdur, belə şey yoxdur. Bax, o pulların hesabı, bax sizin gözünüzün qarşısında bu tender əməliyyatları nə əməliyyatıdır? Açıq aydın korrupsiya əməliyyatıdır. Korrupsiya əməliyyatıdır. Gözümüzün qarşısında dövlət büdcəsi açıq aydın talanır. Gözümüzün qarşısında ciblərimizdən oğurluq edirlər. Gözümüzün qarşısında uşaqlarımızın gələcəyi oğurlanır. Bu tenderin adı odur da, bunun başqa adı yoxdur. Açıq aydın korrupsiya əməliyyatıdır bu. 7 milyon manat az puldur, 14 milyon manat az puldur. Və sonra da deyirlər ki, bizim Azərbaycan uşaqlarına, Azərbaycan övladlarına verməyə pulumuz yoxdur. Sizi görüm yenə də deyirəm, bax buradan qan qusasınız. Qan qusasınız, yığdıqlarınız siz övladlarınıza belə qalmasın. Başqa nə deyim sizə mən buradan? Başqa nə deyim? Başqa nə arzuluyum? Deyim ki, düz edirsiniz, yaxşı edirsiniz. 7 milyon manatı bax beləcə göyə sovurublar. 7 milyon manatı. Yenə də eyni qaydada Dövlət Mənzil Fonduna daxil olan binaların təmiri ilə bağlı layihə smeta sənədlərini hazırlayırlar. Yalansa, nəysə demişdim də indi. Əgər siz o işi hazırlayırsınızsa. Bakının ayrı-ayrı rayonlarında parklarda abadlıq işləri aparırlar. Hansısa o abadlıq işinin görülməsində ixtisaslaşmamış bir şirkət gəlir o işin içərisinə girir. Anlayışı yoxdur. Hər şey şünas şirkətlər artıq Azərbaycanda. Hər şey şünas şirkətlər var, amma inanın ki, axtarıb araşdırırsan bir dənə heç xidmət ofisləri belə yoxdur. Ofisləri belə yoxdur. Hüquqi ünvanı var, amma gedirsən, baxırsan, görürsən ki, heç orada ümumiyyətlə heç ofis belə yoxdur. Yaşayış belə yoxdur. Bax, Azərbaycan büdcəsi, neft pulları bax belə talanır. Bizim üstümüzdə, haqqımızın üstündə, qanımızın üstündə göydələnlər ucalır. Bizim qanımızın hesabına. Tərtər cəllatları bunu edirlər. Tərtər qurbanlarının qanı və canı hesabına. Və ümumilikdə Azərbaycan xalqının tapdalanmış mənəviyyatı üzərində edirlər. Tapdalanmış mənəviyyatımız. Susturulmuş vicdanımız üzərində. Arzu Cabbarlı yazır ki, Samir bəy, müharibə veteranı 80 manat da dilənçi kökündə sürünür bir parça çörək üçün. Bu əcdaflar yağ bal içində üzürlər büdcəni talamaqla. Doğrudur. Elə mən də bayaqdan nədən danışıram, ondan danışıram. Hamısında faktlarla qoyuram ortalığı. Ural yazır, Ural 59, Samir Ayoğlu səni şərdiyib tutacaqlar, qoy tutsunlar. Mən bunu buradan bayaqdan elanım verirəm də. Məni burada Vəliyev də tuttura bilər, Əliyev də tuttura bilər, Pirvəliyev də tuttura bilər, o da tuttura bilər, bu da tuttura bilər. Qoy tuttursun da, neynəyəcəm? Bir canım var da, başqa nəyim var ki? Nə alacaqlar başqa məndən? Şərəfimi, ləyaqətimi alacaqlar, onu ala bilməzlər, amma canımı ala bilərlər. Qoy gəlsinlər, alsınlar. Azadlığımı məhdudlaşdıra bilərlər, amma səsimi boğa bilməzlər. Qoy bunu da eləsinlər. Niyə belə sözlər yazırsınız ki? Niyə belə danışırsınız ki? Niyə belə bədbin, pessimist danışırsınız? Məyər mən burada cinayət törədirəm? Məyər mən də Vəliyevlər kimi gedib çişli pulların hesabına biznes mərkəzləri alıram? Araşdırılmayan, mənbəyi bilinməyən pulların hesabına. Mən də bunları edirəm, etmirəm axı. O Vəliyevlər tutsunlar da, məni niyə tuturlar? Məni niyə tutmalıdırlar axı? Nəyim var məni tutsunlar? Gülnar indidən məni həbsxanaya göndərir. Samir bəy əlimdən çörək qurutmaq gəlir, suxarı gətirərəm həbsxanaya. Bax, budur. Azərbaycan vətəndaşı, Azərbaycan insanı, baxın, budur. Elə hesab edir ki, mən onun suxarısını, onun çörəyinə qalmışam. Gülnar o suxarını da çörəyini də evində əgər balalarım varsa onlara ver. Mənə lazım deyil. Mənə həbsxanada zaten o çörəyi də verəcəklər, suyu da verəcəklər.
Hər şeyi verəcəklər, sən narahat olma. Sən evindəki balalarına ver. Əlindən əgər o gəlirsə, onu eləmək gəlirsə. Mənə başqa sənin heç nəyin lazım deyil. Öz balaların üçün susma, öz gələcəyin üçün susma. Bu elə sənin mənə edə biləcəyin ən böyük yardımdır, ən böyük sağolundur. Mənə başqa sənin heç nəyin lazım deyil. Heç kimin mənə heç nəyin lazım deyil zaten. Və bu kimi ictimai əhəmiyyət kəsb edən mövzuları lağlağı obyektinə çevirən, gülüş obyektinə çevirən insanlar bilin ki, bizdən deyirlər. Bilin ki, onlar ermənidən betərdirlər. Mən burada bu chatda yazanlara deyirəm. Açıq aydın hər birinizə deyirəm bu sözü. Mən burada Planet Partners Bakunun bir nümayəndəsi kimi çıxış eləmirəm. KVN təşkil eləməmişəm. Ki, burada hansısa bir ər-arvad obrazında mən deyiləm. Ailə məişət müstəvisində hansısa bir qadının, kişinin mövzusunu müzakirə eləmirəm mən burada. Ona görə də vicdanlı insanlardan yenə də xahişim budur ki, özünüzə kömək olun, özünüzə dəstək olun. Özünüzə dəstək demək, bir insan olaraq həqiqətə dəstək olmağınız deməkdir. Canlı yayımı bəyənin, paylaşın. Kanalımıza abunə olmağı unutmayın. Ən önəmlisi də qorxaq olmayın. Gələn görüşlərə də gözünüzdən müğayət olun. Hələlik.